Bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 52-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Keçən video dərslərdə digər məsələlərin izahını vermişdim. Kanala abunə olub həmən video məsələlərin izahına baxa bilərsiniz. Abunə haqqı ödənişsizdir, qeyd edim. Və növbəti məsələmiz 43 nömrəli məsələdir. 43 nömrəli məsələdə nə deyir? Bakıda saat 10:00-dır. Bəs ondan 75 dərəcə şərqdə və 75 dərəcə qərbdə yerləşən məntəqələrdə saat neçədir? Bir neçə qeydlər edək. Yer kürəsi öz ox ətrafında tam dövrəni 24 saata demək dönür. 24 saat ərzində 360 dərəcə, yəni bir sutkada demək tam dövrəni 360 dərəcəyə dönür. 1 saata 15 dərəcə demək dönür və ona görə də yəni 1 saat öz ox ətrafında dönməsi üçün daha doğrusu 15 dərəcə dönməsi üçün 1 saat vaxt lazımdır. Və qeyd edək qurşaq vaxtları, yerli demək qurşaq vaxtı nəyə deyilir? Qurşaq vaxtı fikir versək, əgər yer misal üçün qeyd edək 0-cı saat qurşağı. 0-cı saat qurşağının sərhədlərinə fikir versək, 7,5 dərəcə qərb uzunluğu ilə 7,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 0-cı saat qurşağında yerləşir və yaxud da 1-ci saat qurşağı demək orta meridianı 15 dərəcə şərq uzunluğudur və sərhədləri 7,5 dərəcə şərq uzunluğu ilə 22,5 dərəcə şərq uzunluğu arasında yerləşir. Və fikir versək 12-ci saat qurşağına. 12-ci saat qurşağında, yəni orta meridianı 180 dərəcəlik meridiandır və 180 dərəcəlik başlanğıc meridianından 180 dərəcəlik meridiana qədər qalan bütün ərazilər, yəni bax bu ərazilər şərq yarımkürəsində yerləşir. Artıq 180 dərəcəni keçiriksə, biz qərb yarımkürəsinə keçmiş oluruq. Və saat qurşaqlarına baxsaq, yerli saat qurşağı nədir? Bir meridian üzərində olan bütün məntəqələrdə demək saat qurşaqları, yerli saat qurşaqları eynidir. Amma qurşaq vaxtı dedikdə isə bayaq qeyd etdiyim kimi, misal üçün 2-ci saat qurşağı, demək misal üçün qeyd edək 31 dərəcə şərq uzunluğu. 31 dərəcə şərq uzunluğu 2-ci saat qurşağında yerləşir. Çünki 2-ci saat qurşağının sərhədlərinə baxaq, 22,5 dərəcə şərq uzunluğu, 37,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 2-ci saat qurşağında yerləşir. İndi məsələ həllərində qeyd edəcəyəm. Bakı yerləşir 50 dərəcə şərq uzunluğu və 40 dərəcə şimal enində yerləşir. 75 dərəcə şərqdə və 75 dərəcə qərbdə. Əgər 1 saata 15 dərəcə dönürsə, 1 saat ərzində yer kürəsi öz ox ətrafında 15 dərəcə dönürsə, 75 dərəcə x buradan tapırıq 5 saat. Və Bakıda da saat 10:00-dır. Biz şərq tərəfə hərəkət ediriksə, 75 dərəcə. Çatdığımız məntəqə 125 dərəcə şərq uzunluğu olar. Və saata baxaq. 10:00-ın üzərinə 5:00 gəlib tapırıq 15:00. Deməli, baxın 125 dərəcə şərq uzunluğunda saat 15:00 olar. Və qeyd edir digər məntəqədə, yəni 75 dərəcə qərbdə. 75 dərəcə qərbə doğru hərəkət ediriksə, biz başlanğıc meridianından keçmiş oluruq və qərb yarımkürəsinə keçirik. 25 dərəcə qərb uzunluğuna çatmış oluruq. Və 10:00-dan çıxırıq, 5:00-a çatırıq, tapırıq 5:00. Deməli, 25 dərəcə qərb uzunluğunda saat 5:00 olar. Məsələ 44-ə baxaq. Əgər 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 10:00-dırsa, London və Bakı şəhərlərində yerli vaxtla saat neçə olar?
Pekin şəhəri yerləşir 117 dərəcə şərq uzunluğunda. Pekin şəhəri ilə London şəhəri arasında biz bilirik ki, London şəhəri başlanğıc meridianın üzərindədir. Yəni 0-cı meridianda yerləşir. Və Pekin şəhəri ilə London şəhəri arasında dərəcə fərqi 117 dərəcədir. Bakı ilə Pekin şəhəri arasında dərəcə fərqi 67 dərəcədir. Və biz bunları saata çeviririk. Əgər Pekində saat 10:00-dırsa, dərəcə fərqinə görə tapırıq saatı. Əvvəlcə demək Londondan Pekin şəhəri arasında qeyd etdik dərəcə fərqi 117 dərəcədirsə, saata çevirəndə 1 saata 15 dərəcədirsə 117 dərəcə x. Buradan 117-ni 15-ə bölürük 7, qalıqda 12. 12-ni də saata çeviririk. 1 dərəcə dönməsi üçün bizə 4 dəqiqə vaxt lazımdırsa 12 dərəcə x. Buradan 48 dərəcəni tapırıq. 7 saat 48 dərəcə, 48 dəqiqə. Deməli, Londonla Pekin şəhəri arasında 7 saat 48 dəqiqə vaxt var, yəni aralarında. Və Bakı. Bakı ilə Pekin şəhəri arasında 67 dərəcə demək dərəcə fərqi 67 dərəcədir. 67 dərəcəni də saata çevirəndə yenə 67-ni 15-ə bölüb tapırıq 4 saat, qalıqda 7, 7-ni də dəqiqəyə çeviririk. Buradan tapırıq 4 saat 28 dəqiqə. Deməli, Pekinlə Bakı arasında saat fərqi 4 saat 28 dəqiqədir. Əgər Pekində saat 10:00-dırsa, çıxırıq Bakının saatını tapmaq istəyiriksə, 4:28-i çıxırıq. Buradan tapırıq 5:32. Bakıdakı saatı tapırıq. Və Bakı ilə London, daha doğrusu Pekinlə London arasında saat fərqi 7 saat 48 dəqiqədirsə, 10:00-dan 7:48-i çıxıb tapırıq. Demək, buradan belə göstərim. 7:48. 2:12 dəqiqə. Demək, Londonda olar saat 2:12 dəqiqə. Bakıda olar 5:32, Londonda olar 2:12 dəqiqə. Yəni, saatları 10:00-dan çıxırıq, saat fərqlərini çıxırıq. Və saatları tapmış oluruq. Məsələ 45-ə baxaq. Coğrafi koordinatları 58 dərəcə şimal enliyi və 132 dərəcə qərb uzunluğu olan A məntəqəsində yerli vaxtla saat 13:40-dır. Bu zaman 31 dərəcə şimal enliyi və 7 dərəcə qərb uzunluğunda yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edin. Əgər burada qeyd etmişəm, məsələ həll etmək üçün ilk növbədə bu cür təsəvvür yaratmaq üçün çəkirik. Misal üçün 57 dərəcə şimal enliyi, 132 dərəcə qərb uzunluğu və saat 13:00-dırsa, digər demək bu məntəqə 31 dərəcə şimal enliyi, 7 dərəcə qərb uzunluğunda yerləşir B məntəqəsi. Onlar arasında dərəcə fərqinə baxırıq. Dərəcə fərqi 125 dərəcədir. Çünki ikisi də qərb yarımkürəsində olduğu üçün çıxırıq. Və 132 dərəcə qərb uzunluğundan çıxırıq 7 dərəcə qərb uzunluğunu tapırıq 125 dərəcə. Aralarında dərəcə fərqi 125 dərəcədir. 125 dərəcəni də saata çeviririk. Yenə də 125-i 15-ə bölürük 8, qalıqda 5. 5 dərəcəni də dəqiqəyə çevirib tapırıq 20 dəqiqə. 8 saat 20 dəqiqə. Aralarında saat fərqi 8 saat 20 dəqiqədirsə, 13:40-ın üzərinə 8:20 gəlib, tapırıq burada 22:00 tapmış oluruq. Deməli, B məntəqəsində saat 22:00-dır. Məsələ 46-ya baxaq. Vaxt fərqi 1 saat 20 dəqiqə olan A və B məntəqələri arasında məsafə xəritə üzərində 22,2 sm olarsa, xəritənin miqyasını müəyyən edin. A və B məntəqələri ekvator üzərində yerləşir və ekvatorda 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdirsə, çevirək saatı, kilometrə çevirək.
Yenə də 1 saata 15 dərəcə dönürsə, yer kürəsi öz ox ətrafında. 1 dərəcə dönməsi üçün də 4 dəqiqə vaxt lazımdır. 20 dəqiqəni çeviririk dərəcəyə 5 dərəcə. 15 dərəcənin üzərinə 5 dərəcəni gəlib tapırıq 20 dəqiqə. 20 dərəcə. Deməli, A və B məntəqəsi arasında dərəcə fərqi 20 dərəcə edir. 20 dərəcədirsə, biz 20 dərəcəni kilometrə çeviririk. 1 dərəcə dönməsi üçün 111 kilometr. Yəni 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdirsə, 20 dərəcə x. Buradan tapırıq 2220 kilometri. Həqiqi məsafəmiz oldu 2220 kilometr. Xəritədəki məsafə 22,2 santimetrdir. Çünki qeyd edir ki, xəritə üzərindəki məsafə 22,2 santimetr olarsa, xəritənin miqyasını tapaq. Miqyas bərabərdir. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Rəqəmləri yerinə qoyub tapırıq buradan 100 kilometr. Əgər izahlı miqyası burada 1 santimetrdə 100 kilometr edər. İzahlı miqyası adlı miqyasa çeviririksə, biz məxrəcdəki rəqəmi 100 minə, əgər kilometrdirsə 100 minə vuracağıq. Və yaxud da ki, burada əgər ədədi adlı miqyas olsaydı, biz bunu izahlı miqyasa çevirmək üçün 100 minə bölərdik. Və 100 minə vuranda 1-in 10 milyona nisbəti demək, miqyaslı xəritə edər. Burada doğru cavab C variantında düzgün verilmişdir. Məsələ 47-yə baxaq. Vaxt fərqi 2 saat 40 dəqiqə olan ABB məntəqələri arasındakı məsafə 1 bölünsün 20 milyon. Yəni 1-in 20 milyona nisbətli miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. Yenə də ABB məntəqəsi demək, ekvator üzərində yerləşir və ekvator üzərində yerləşirsə, yenə də saatı çeviririk kilometrə, dərəcəyə əvəzə çeviririk. 1 saat 15 dərəcə, 2 saatı x, buradan tapırıq 30 dərəcə. Dəqiqəni də çeviririk dərəcəyə 10 dərəcə. 30 dərəcənin üzərinə 10 dərəcəni gəlib tapırıq 40 dərəcə, kilometrə çeviririk 4440 kilometr. Həqiqi məsafəmiz oldu. Demək 4440 kilometr. Miqyasımız 200 kilometr. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafənin miqyası bölürük. Buradan tapırıq 22,2 santimetr tapmış oluruq. Məsələ 51-ə baxaq. Yerli və qurşaq vaxtı eyni olan məntəqələr. Məntəqələrimizə fikir verək. D məntəqəsi yerləşir 60 dərəcə qərb uzunluğu. Y məntəqəsi yerləşir 30 dərəcə qərb uzunluğu, A məntəqəsi yerləşir 20 dərəcə şərq uzunluğu, B məntəqəsi yerləşir 40 dərəcə şərq uzunluğu, C məntəqəsi yerləşir 60 dərəcə şərq uzunluğu. Və demək, saat qurşaqlarını tapırıq, hansı saat qurşaqlarında yerləşir. Burada D məntəqəsi 20-ci saat qurşağında yerləşir. Əgər biz baxın burayla tapsaq, D məntəqəsi yerləşir demək 60 dərəcə qərb uzunluğu. 60 dərəcə qərb uzunluğu deyirsə, fikir verin, 20-ci saat qurşağının orta meridianı 60 dərəcə qərb uzunluğu olar. Sonra Y məntəqəsi yerləşir 30 dərəcə qərb uzunluğu. 22-ci saat qurşağı. 30 dərəcə qərb uzunluğu tapırıq. 30 dərəcə qərb uzunluğu doğrudan da 22-ci saat qurşağında yerləşir. A məntəqəsi yerləşir 22 dərəcə şərq uzunluğu. Burada 22-ni 15-ə bölürük 1, qalıqda 7. 7 dərəcəni də dəqiqəyə çevirib 28-i tapırıq. 1 saat 28 dəqiqə. Yerli vaxtı 1 saat 28 dəqiqədir. Deməli, 22 dərəcə şərq uzunluğu yerləşir 1-ci saat qurşağında. Fikir versək, 22 dərəcə şərq uzunluğu 1-ci saat qurşağında yerləşir. 1-ci saat qurşağının sərhədləri 7,5 dərəcə şərq uzunluğu, 22,5 dərəcə şərq uzunluğu olar. Yəni, bu sərhədlər arasında qalan bütün məntəqələr 1-ci saat qurşağında yerləşir.
və yerli vaxtı 1 saat 28 dəqiqədir. Burada indi qeyd edəcəyim. B məntəqəsi yerləşir 40 dərəcə şərq uzunluğunda. 40 dərəcə şərq uzunluğuna fikir verək. İkinci saat qurşağıdır və 40 dərəcə şərq uzunluğu, daha doğrusu 3-cü saat qurşağıdır. Çünki sərhədləri 37,5 dərəcə şərq uzunluğu, 52,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 3-cü saat qurşağında yerləşir. Və yerli vaxt fərqi 2 saat 40 dəqiqə edər. 2 saat 40 dəqiqə edər. Məsələ, daha doğrusu C variantına baxaq. C variantında 60 dərəcə şərq uzunluğu. 60 dərəcə şərq uzunluğu deyirsə 4-cü saat qurşağında yerləşir. Fikir verək. Şərqi yarımkürəsindədir. 4-cü saat qurşağında yerləşir. Və bizə qeyd edir sual, demək yerli və qurşaq vaxtı eyni olan məntəqələr. Burada D variantı, Y variantı və bir də C variantında düz gəlir, uyğun gəlir. Yerli və qurşaq vaxtları üst-üstə düşür. Digər məntəqələrdə isə üst-üstə düşmür. B məntəqəsində və A məntəqəsində üst-üstə düşmür. Məsələ 52-yə baxaq. 21 mart tarixində 70 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saat sonra hansı coğrafi uzunluqda batar? Əgər demək günəş 70 dərəcə şərq uzunluğunda çıxırsa, günəş 70 dərəcə şərq uzunluğunda çıxırsa, səhər vaxtıdırsa, günorta vaxtı 160 dərəcə şərq uzunluğunda günorta vaxtıdır. 110 dərəcə qərb uzunluğunda axşam vaxtıdır və gecə saat 20 dərəcə qərb uzunluğunda həmən vaxtı gecədir. Lakin bizə qeyd edir ki, 12 saat sonra. 12 saat sonra deyirsə, deməli yenə də 70 dərəcə şərq uzunluğunda demək günəş batar. Yəni günəş 12 saat sonra 70 dərəcə şərq uzunluğunda yenə də batar. Fikir verək, 21 mart tarixində 70 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saat sonra hansı coğrafi uzunluqda batar? Yenə də 70 dərəcə şərq uzunluğunda batar. Çünki hal-hazırda ki, demək 70 dərəcə şərq uzunluğunda səhər, 160 dərəcə şərq uzunluğunda günorta həmən vaxtıda, yəni 110 dərəcə qərb uzunluğunda axşam və demək 20 dərəcə qərb uzunluğunda gecədirsə, 12 saat sonra yenə günəş demək batır 70 dərəcə şərq uzunluğunda. Məsələ 53-ə baxaq. A məntəqəsi 2-ci saat qurşağının orta meridianından 12 dərəcə qərbdə. 2-ci saat qurşağının orta meridianı deyirsə, 2-ci saat qurşağının orta meridianı 30 dərəcə şərq uzunluğuna düşər. Burada tapırıq 12, demək 1 saat 15 dərəcə düşürsə 2 saat x tapırıq 30 dərəcə şərq uzunluğu. Deməli 2-ci saat qurşağının orta meridianı 30 dərəcə şərq uzunluğu. 12 dərəcə qərbdə. 12 dərəcə qərbdə deyirsə A məntəqəsi yerləşir 18 dərəcə şərq uzunluğunda. B məntəqəsi isə A məntəqəsindən şərqdə 160 dəqiqə vaxt fərqində yerləşir. 160 dəqiqəni də dərəcəyə çeviririk. 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa 160 dəqiqə x, buradan tapırıq 40 dərəcə. Və A məntəqəsindən şərqə doğru 40 dərəcə biz hərəkət ediriksə, deməli yenə də 58 dərəcə şərq uzunluğuna çatmış oluruq. B məntəqəsi yerləşir 58 dərəcə şərq uzunluğunda. Sonra qeyd edir ki, A və B məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını tapaq. A məntəqəsi yerləşdi 18 dərəcə şərq uzunluğu. Buradan tapırıq 1-ci saat qurşağında yerləşir. Çünki demək şərq yarımkürəsində yerləşir. 18 dərəcə şərq uzunluğu 1-ci saat qurşağında yerləşir. Baxaq.
Birinci saat qurşağının sərhədləri 7,5 dərəcə şərq uzunluğu ilə 22,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr birinci saat qurşağında yerləşir. Sonra 58 dərəcə şərq uzunluğu, yenə də 58-i 15-ə bölüb tapırıq 3. Qalığa fikir verək. Qalığa fikir verək görürük ki 18, 13. 7,5-dən böyükdürsə qalıqdakı rəqəm üzərinə 1 saatı gəlirik və 4-cü saat qurşağı olar. Çünki biz bilirik ki 15 dərəcənin yarısı 7,5-dir. Əgər bu qalıqdakı rəqəm 7,5-dən böyük olursa üzərinə 1-i gəlib tapırıq 4-cü saat qurşağı. 58 dərəcə şərq uzunluğuna baxaq. 58 dərəcə şərq uzunluğunu yerləşir 4-cü saat qurşağı. 4-cü saat qurşağının sərhədləri 52,5 dərəcə şərq uzunluğu, 67,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 4-cü saat qurşağında yerləşir. Məsələ demək 54-də baxaq. Məsələ 54-də A məntəqəsi 21-ci saat qurşağının orta meridianından 11 dərəcə qərbdə, bayaq ki məsələ kimidir. Demək A məntəqəsi yerləşir demək 21-ci saat qurşağının orta meridianı. 21-ci saat qurşağının orta meridianı deyirsə, məsələ 54-də baxaq. 54-də demək 21-ci saat qurşağı deyirsə 315 dərəcə, 360 dərəcədən 115 dərəcəni çıxıb tapırıq 45 dərəcəni tapırıq. Və məsələ A məntəqəsi yerləşir. Demək A məntəqəsi qeyd edir ki 21-ci saat qurşağının orta meridianından 11 dərəcə qərbdə yerləşir. Və 11 dərəcə qərbdə yerləşirsə, deməli 56 dərəcə qərb uzunluğunda yerləşər A məntəqəsi. Sonra qeyd edir ki B məntəqəsi, baxaq 21-ci saat qurşağının orta meridianı 45 dərəcə qərb uzunluğudur. Fikir verək. Və 11 dərəcə qərbdə deyirsə, deməli 56 dərəcə qərb uzunluğu. B məntəqəsi yerləşir A məntəqəsindən şərqdə. 220 dəqiqə vaxt fərqində. 220 dəqiqəni də çeviririk saata. Demək 224-də bölürük 55 və biz demək qeyd edir 220 dəqiqə vaxt fərqində yerləşir şərqdə. A məntəqəsi yerləşir 56 dərəcə qərb uzunluğu və 55 dərəcə biz hərəkət ediriksə, burada 55 dərəcədir. Aralarında dərəcə fərqi 55 dərəcədir. Fikir versək. 55 dərəcədir. 56 dərəcə qərb uzunluğu ilə 1 dərəcə qərb uzunluğu arasında dərəcə fərqi 56 dərəcədir. Biz 55 dərəcəni, daha doğrusu 55 dərəcədir. 55 dərəcəni biz tapırıq A və B məntəqəsi arasındakı dərəcə fərqidir. 55 dərəcə. Və ona görə də B məntəqəsi yerləşir 1 dərəcə qərb uzunluğunda. Sonra A və B məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. Və demək A məntəqəsi yerləşdi 56 dərəcə qərb uzunluğunda. 56-nı 15-ə bölüb tapırıq 3. Qalığa fikir veririksə 7,5-dən çoxdur. Ona görə də üzərinə 1 gəlirik və qərb yarımkürəsində yerləşdiyi üçün biz 24-dən 4-ü çıxıb tapırıq 20-ni. Deməli 20-ci saat qurşağında yerləşər. Doğrudan da 56 dərəcə qərb uzunluğuna fikir verək, yerləşir 20-ci saat qurşağında yerləşər. 20-ci saat qurşağının demək sərhədlərinə baxaq. Demək ki 67 dərəcə qərb uzunluğu, 52,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 20-ci saat qurşağında yerləşər. B məntəqəsi isə yerləşir 1 dərəcə qərb uzunluğunda. 1 dərəcə qərb uzunluğu deyirsə, deməli 0-cı saat qurşağında yerləşər. 0-cı saat qurşağında sərhədləri 7,5 dərəcə qərb uzunluğu ilə 7,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 0-cı saat qurşağında yerləşər.